Nə deyir? Deyir ki, Fəth surəsi 18-ci ayədə لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ اِذَا يُبَيِّئُونَكَ تَحْتَ الشَّجَرَةِ فَاعْلَمْ مَا فِي قُلُوبِهِمْ فَاَنْزَلَ السَّك۪ينَةَ عَلَيْهِمْ فَأَصَابَهُمْ فَتْحًا قَرِيبًا. Ey Peyğəmbərim, and olsun ki, Hudeybiyyədə ağac altında sənə biyyət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini bildi. Onlara öz dərgahından arxayınlıq, qələbə ilə mükafatlandırdı. Əlhəmdülillah. Cahil və yalançı Qasım Səfərovun növbəti yalan videosu meydana gəlib, belə deyək. 19-cu İbn Teymiyyəyə atdığı iftirada Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Deməli, bizim İbn Teymiyyəni müdafiə edən Vəhabinin cavabımız silsiləvi bəhslərimiz var ki, bundan qabaq axırıncı dəfə 19-cu bəhsi qoymuşuq və Vəhabiyə nə qədər suallar ünvanlamışıq öz səhih mənbələrindən, onlardan fərqli olaraq, amma heç birinə cavab verməyib. Və 19-cu bəhsdən sonra bir dənə bəhs hazırlayıb, yenə də gedib başqa mövzulara çıxıb, eyni şeyi ötən bəhsdə təkrarladığı ayələri yenə təkrarlayır. Heç bir sualımıza 19-cu bəhsdə cavab verməyib. Amma 19-cu bəhsə bu adam rəddiyə verir öz aləmində. Baxın, adam heç bir suallarımıza cavab verməyib. Müslimdən dəlil qoymuşuq qabağına ki, Ömər etiraf edir ki, ey Əli, sən Əbu Bəkri yalancı bilirdin, yalancı gördün, cavab verməyib. Ondan sonra qabağına Xeyrul Qurun hədisini qoyduq ki, burada da mütləq şəkildə gəlib Peyğəmbər deyir ki, ən xeyirlər səhabələrdir, ondan sonra tabinlərdir, amma tabinlərdən əhl-i beyti qətlə yetirənlər var. Siz onlara xeyirli mi hesab edirsiniz? Buna cavab verməyib, fərari kimi qaçıb bu sualdan. Və digər nə qədər ayələr qabağına qoyduq ki, Allah Azza və Cəllə Qur'an-ı Kərimdə deyir, bütün insanlar ziyandadır, səhabələr başda olmaqla, istisna qoyub iman gətirib salih əməl sahibi olanlar istisnadır, Muaviyyənin etdiyi salih əməl deyildi. Bu suala cavab verməyib, heç birinə cavab vermir konkret olaraq. Deməli, 19-cu videomuza bu adam cavab verib, deyir ki, mən 19-cu videoda İbn Teymiyyəyə iftira atmışam. Əslən, o videonun İbn Teymiyyə dəxli yoxdur. İbn Teymiyyənin yalanları silsiləsindən olan bəhslərimizdən deyil o bəhs. Sən yalan danışıb özün iftira atırsan. Və gəlib növbəti bəhsində dırnaq arası göz cavabında bir sıra ayələr yenə qeyd edir ki, o ayələrə biz xüsusi olaraq cavablar vermişik, ümumi olaraq da cavablar vermişik. O ayələrdən birini də təhrif eləyib, yeni bir ayə çıxardıb özündən. Güya Fəth surəsində Allah ki buyurur, möminlər beyət etdikləri zaman Allah onlardan razı oldu. Sonra özündən əlavələr edir orada. Nədir o? Möminlərin qəlbində, sahabələrin qəlbində olan sədaqəti, bağlılığı güya Allah bildi. Bu sözü hardan uydurmuşsan özündən əvvəla? İkincisi, sənə bir daha qeyd edirik ki, sənin gətirdiyin o ayələr təkrarlamaqla deyil, başa düşmək lazımdır. Dediklərimi başa düş. Başa düşmürsənsə əgər, ya özünü başa düşməzliyə vurmursan, anlamazlığa vurmursansə əgər, sənin üçün xeyri yoxdur onunsa danışmağın. O ayələrdə qeyd edilənlər şərtləndir. Quran-ı Kərim ayədə nə buyurur? Deyir ki, iman gətirib salih əməl sahibləri üçün cənnətlər var. Bəyyinə surəsini aç bax. Ondan sonra qeyd etdik ki, bütün insanlar ziyandadır, iman gətirib salih əməl sahibi olanlar xaricdir. O ayələrə bax. Bu ayələri yan-yana qoyub nəticə çıxarmaq lazımdır. Belə deyil ki, bir nəfər beyət elədi və salam gedib kef eləsin. Bu ağıllı insan bunu, əqil də bunu qəbul etmir ki, bir nəfər beyət elədi. Allah bunu ömürlük cənnətdə sakin elədi. Quran-ı Kərim bitəndən sonra, Peyğəmbərdən sonra bu illərlə yaşasın, əhl-i beytə qarşı çıxsın, cəməl döyüşünün fitnəsini çıxarsın, Siffin fitnəsini çıxarsın. Allah elə bundan razıdır. Bu Vəhabi düşüncəsidir. İslam düşüncəsi belə deyil. Bu işin əqli tərəfidir. Nəqli tərəfi də Quran hədis qabağına qoyduq, Quran ayələri qoyduq qabağına ki, bütün insanlar ziyandadır. İman gətirib salih əməl sahibi olanlardan başqa. Hədis qoyduq qabağına ki, onda əgər Allah Əbu Bəkir Ömərdən razıdırsa, bu insanlar üçün behişlər varsa, niyə Abbas və Əli əleyhissalam, əhl-i beytin olan şəxslər bu şəxsi yalancı hesab eləyir? Bəs bunlara cavab vermək lazımdır. Bundan sonra da hələ Səhih Buxarıdan nə qədər dəlillər inşallah gətirəcəyik ki, bunların bu sahabə ədaləti məsələsini puç eləyir. Ondan sonra da sahabənin fəhminə isnad etdik. Əgər Allah bütün sahabələrdən daimi razıdırsa, sual verir ki, İmam Əli əleyhissalam sahabi idi. Sənin yalancı kəzzəb şeyxun İbn Teymiyyə deyir ki, bütün bir çox sahabə tabiin əlini söyürdülər. Deməli, sahabələrin fəhmində o ayələr sizin batıl düşüncəniz kimi daimi deyil.
Onlar əgər Əlini əleyhissalam Allahın razı qaldığı şəxs bilsəydilər, adil bilsəydilər, behişt əhli bilsəydilər, ona qarşı qiyam etməzdilər, onu yalançı bilməzdilər, onu daha doğrusu söyməzdilər ki. Muaviyə, Təlhə, Zübeyr, Ayşə əgər İmam Əlini əleyhissalam adil insan bilsəydilər, düzəməlli insan bilsəydilər, salih əməlli insan bilsəydilər, ona qarşı çıxmazdılar ki. Deməli, sahabənin fəhmində də sənin batıl düşüncən kimi bir şey olmayıb. İndi gəlirsən Fəth surəsindən bir ayə gətirirsən və saxtakarcasına ayənin əvvəlini oxumursan, ayədən əvvəlki ayəni oxumursan. Gətirdiyi nədir? Gətirdiyi ayə budur. Fəth surəsi 18-ci ayə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Laqad radiyallahu anil mu'minina iz yubayi'unaka tahta şəcarəti. Deyir Allah möminlərdən razı oldu. Açıqla görək mömin nədir? Sən hansı meyarlarla Muaviyyəni mömin hesab elədin? Onu izah elə bizə gələn dərsdə. İz yubayi'unaka, o zaman ki beyət etdilər sənə təhtə şəcərəti. Demir ki qiyamətə qədər Allah razıdır. Beyət etdikləri zaman yaxşı bir iş görüblər, Allah beyət elədiklərinə görə onlardan razı olub. Möminlərdən razı olub. Fə'alimə mə fi qulubihim, qəlblərində olanı bildi. Hardan çıxarmısan sədaqət və sair sözlərini burada? Bu 18-ci ayədir. 17-ci ayədə hansı ki bu saxtakarlar gizlədirlər demirlər. Allah nə deyir? Deyir ki: "Və men yuti'illâhe وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ." Deyir, hər kim Allaha və Rasuluna itaat etsə, Allah onu cənnətlərə daxil edər. O cənnətlər ki, atlarından çaylar axır. Budur, itaət. İtaət də qiyamətə qədərdir. Bu ayə bizə də aiddir də. Biz də Allaha itaat etsək, cənnətdə yerimiz var və Rasula itaat etsək, əmrlərinə tabi olsaq. Deməli, bu sahabələrə Qurandan sonra da aiddir. Bu ayəni nə gizlədirsən? Əvvəl Allah bu cür başlayır 17-ci ayədə. Hər kim itaət etsə, Muaviyyənin, Təlhənin, Zübeyrin, Ayşənin qiyam etməsi itaət idi. Zamanı imamına qarşı qiyam ediblər, Əhl-i-Beytə qarşı düşmənçilik ediblər. Budur sənin itaətdən qandığın. Yaxud Ömərin Əhl-i-Beyt evinə hücum çəkməsi, Əbu Bəkirin Peyğəmbərin Səqələyn hədisini kənara qoyub özünü qabağa verməsi, budur itaət. Ömərin, Osmanın bidətləri ki, inşallah Teala gələn bəhsədə qoyucu qabağı var. Bunlar da itaət. Bunları niyə gizlədirsiniz bəs? Və gələk həmin ayə haqqında bir məsələni qeyd edək. Deyir ki, ağac altında, Hicrətin 6-cı ildə Hudeybiyyə sülhündə, Rizvan beyətində beyət oldu, Allah razı qaldı. Baxın, Dorar.net saytına bir rivayət qoyulub, Buxarıda 4170 rəqəmli rivayət. Deyir, Ləqitul Bəra ibn Azibin qultu fəqultu. Deyir, mən Bəra ibn Aziblə görüşdüm və ona dedim, ağac altında beyət edənlərdən biridir. Tubə ləkə, xoş olsun sənin halda, burada bu cür tərcümə eləyək. Sahibtən Nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləm və bəyətəhu təhtə şəcərəti. Peyğəmbərə sahabə olmuşsan və ona ağac altında beyət eləmişsən. Elə bilir ki, vəhabilər kimi də söhbət bağlandı. Get-kef elə, yox. Nə deyir sahabi? Həmin beyət eləyən. Deyir, yəbinə əxi, ey mənim qardaşımın oğlu, innəkə lə tədri mə əhdəsnə bə'dəhu. Sən bilmirsən biz ondan sonra nə ehdas elədiyində, bidətlər gətirdiyi, nə hadisələr elədiyi, xoşa gəlməz hadisələr. Deməli, sən vəhabi, sənin batili fəhmivi saxlı üzvə, sahabi sənin kimi düşünmür ki, vəssalam, beyət elədiyi gedək kef eləyə, yox. Deyir ki, biz ondan sonra sən bilmirsən nə hoqqalar çıxartdıq. Gələk, Fəthül Bari, Şərh-i Sahih-i Buxari kitabına, İbn Həcər Əsqalanın kitabı, Buxarının şərhi 7-ci cild. 516-cı səhifədə həmin hədisin şərhinə baxın, cildlər fərq eləmir, hansı çapxana olsun. Həmin hədisin, qeyd etdiyim Buxardakı hədisin şərhinə baxın. Deyir ki, innəkə lə tədri mə əhdəsnə bə'dəhu sözünü izah edir. Deyir, yuşiru ilə mə vəqəə ləhum minəl hurubi və qeyriha. Deyir, işarə eləyir müharibələrə və başqa şeylər ki, sonradan baş verdi. Sahabələr arasında qırğınlar düşdü. Buna işarə eləyir ki, yəni sən bilmirsən biz ondan sonra nələr elədik, nə qırğınlar çıxartdıq, nə fitnələri çıxartdıq. Fəxafə qailətə zəlikə və bu əməlin batıl olmasından qorxur. Yəni qorxur ki, biz beyət etdik orada, amma bu fasid ola bilər bu əməlimiz fitnələrə görə, müharibələrə görə. Aqibətimizin axırı şər olar, aqibətimiz şər olar. Bu əməllərimiz puç olar. Baxın, səhabi, sən vəhabi, sənin batil fəhmin kimi düşünmür. Sən öz fəhmivi saxla özvə, öz yalanlarını, öz iftiralarını, fırıldaqlarını saxla özvə. Sahabinin fəhmi bu cürdür. Deyir, nə olsun biz orada beyət eləmişik ki, iş bitmədi bununla. Biz ondan sonra nə qədər fitnələr, müharibələr meydana çıxdı. Belə deyil ki, elə bir hadisə baş verdi və əssalam Muaviyyə cənnətdə kef eləsin. Bu qədər xeyrul qurun dediyi sahabənin, ondan sonra tabeinin qanını tökdü, fitnələri çıxartdı, fitnəkarlıq elədi. Hə, Muaviyyənin yeri behişdir. Bu sizin batil fəhminizdir.
Siz özünüzdən bir dənə behiş düzəldin, uydurun, Muaviyyəni götürün, aparın qoyun orada. Qoy orada Muaviyyə kef eləsin. Amma Quranın məntiqi belə deyil, əqlin məntiqi belə deyil, hədisin məntiqi belə deyil. Hətta sahabinin öz fəhmi belə bu cür deyil. Və inşallah Teala növbəti bəhslərdə də davam etdirib bunların batıl əqidələrini öz kitabları ilə, səhih mənbələri ilə inşallah Teala sübut edəcəyik. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.